Mən o bir fikrin dəstəkçisiyəm, o saraydan torpaqlanmır. Bəli, siz məsələyə sahibkar kimi baxırsınız yəni. Bu gün o torpaqlar alanlar, hansı insanlar o torpaqlarda yaşayır? Hamısı övladı, nəvələri özləri gedib yoxlar. Aha, bir dənə o fikir var. Bizim mentalitetdə övladım üçün gözəl həyat qurum fikri var ki, yəni bu evi övladıma saxlayın, böyle. Mənim elə bir fikrim yoxdur. Mən övladıma demişəm ki, mənim sənə bir dənə borcum var, keyfiyyətli təhsil vermək. O aldığın keyfiyyətli təhsillə öz həyatını özün quracaqsan, bitdi. Məndən sənə heç nə gözləmə. Bunu indidən deyirəm, indidən işlərini bilirlər ki, mən iş tapmalıyam və mən pul qazanmalıyam. Və mənə həyatımda atamdan sıfır, heç nə qalmayıb. Yəni atam deyim ki, filan şey atamdan aldım, onu filan elədim, filan pula çevirdim falan. Sıfır. Və mən də övladıma deyirəm ki, məndən də sənə heç nə qalmayacaq. Sən əziyyət çəkib işləyəndə mən Avropada səyahətdə olacam, bilmiş olasan. Yəni tamam mı? Bu sənin işindir. Özün özünə sağ çıxmalısan yəni. Danışmışdınız siz, yəni sıfırdan necə gəldiniz falan da. İndi eşitməyiblər, ona görə qısa deyirəm yəni. Anladık işte. İnşallah. Belə. Deyin. Öyleyim mi? Fikrinizi. Ki, deyirsiniz ki, yatırım eləmək lazım. O yatırımı kesəm, hal-hazırda sözünüzü deyirəm. Başqa deyirsiniz də, indi mən heç bir şey gözləməsinlər məndən. Yəni, heç bir şey eləmək düşüncəsindəsinizsə 18 yaşdan sonra ki, o yaşa kimi həyatında özü qoymalısın da qərarını, heç bir təsir eləməlisiniz. Bəli, haqlısınız. Ki, sonra öz verdiyi qərarı peşman olsan, bəli. Ən azı öz ixtisasını özü seçməlidir. Mən buna qarışmamalıyam. Bəli, eyninə elə gedir, yəni. Özü seçir ixtisasını. Süper. Deyir, mən deyirəm, bax da, yəni, necə istəyirsən. Tamam. Heç istiqamətlərdiniz. Amma göstərmək lazım. Təbii ki, yəni, kör-körana deyil, qıraqdan bir nəzarət var. Amma özünü, sükanı özündə hiss eləyir, yəni. Tamam. Maşını mən sürürəm, o sükanı özündə hiss eləyir, yəni. Tamam. Neçə yaşı var? 2 il qalıb bitirməyə məktəbi. 9-cu sinif. 9-cu sinifdə. Belə. Allah sağ olsun. Çox sağ olun, təşəkkür. Əslində video olaraq göstərirsiniz hər sahəni falan, yəni təqdim edirsiniz. Sadəcə söhbət edirəm. Söhbət edirəm, yəni. Sadəcə söhbət. Sadəcə o qulağına o sözlər geri çatır, yəni. İndi oradan nə özün nəticə çıxarar. Sadəcə eşitdirəm, yəni gəlib Bakıda atanın yanında kirayədə qala bilərsən deyirəm. Bu, yəni. Amma yenə də sonda o qərarı özü verdi, hissi yaşayır, yəni. Tamam, belə. Onsuz da maraqlı. Mən əslində valideyn falan deyiləm, amma sadəcə baxış açımı deyirəm. Yəni, ümumiyyətlə də insan olaraq da kimsə bizi istiqamətləndirsə belə, hər hansı bir seçim eləsə də, bir zaman gələcək ki, əlbəttə ki, ondan bezəcək və yaxud da ki, öz axırki istiqamətini tapacaq, ona yönələcək. Təbii ki, buna müdaxilə eləmək heç kəsin anlayacaq. Çox gözəl bir nöqtəyə toxundunuz. Bizim insanımız çoxsu valideyni məmnun eləmək üçün bir peşə seçib. Yəni, qarantiyana rahat deyirəm, o insanların çoxsu, siz dediniz, 30'lu yaşlara gələndə işin ortasında bir də özünə baxır ki, mən burada neyinirəm, sözünü deyir. Çünki o anda tətmin olursan. 20 il, 10 il əvvəl valideyn çox sağ ol, bravo, mənim yolumu tutdun deyib, başını sığalayanda sevinirdilər ki, mən var. Amma 30 yaşlar artıq onu düşünürsə, mental olaraq artıq yorulur. Bəli. Çünki marağı yoxdur o sahəyə. Bəli, ona görə də bizim cəmiyyət dəxilsiz peşələrdə işləyən dəxilsiz insanlarla doludur. Yəni, bunun səbəbi mentalitetdən gəlir, yəni. Və bunu edən valideynlər də öz arzuları ürəyində qalmış valideynlərdir. Bəli, sizə bir insan kimi yox, proyekt kimi baxırlar. Eynən. Dərdimiz böyükdür. Yaxşı, bu özü istiqamət. Bəs maraqlıdır sizin valideyniniz sizə bu sahədə necə eləmiş? Mənim desəm, biri vəkil olmamı, biri də həkim olmamı istəyirdi. Mən də gəldim dedim ki, neftçi olacaq. Neftçi olmaq fikrini mənə riyaziyyat müəllimim dedi. O dedi ki, baxıram sənin daydan yoxdur. Sənə özvə gün ağlayan bir şeysin. Nəslində bir sənə arxa çıxan adam yoxdur. Mən tövsiyə edirəm ki, mühəndislik peşəsi oxu ki, ən azı gedib sokarda işləyə bilərsən. Ən azı. Bəli, yəni ən azı sokarda işləyəndə bir ailə qura bilərsən, özünü birini dolandıra bilərsən. Bu fikir mənim ağlıma batdı. Baxdım ki, riyaziyyat, fizika falan bunları bilirəm. Mən də elə bu yönünə gedək yəni. Neçənci sinifdə? Təbii ki, artıq xəyalları mən 9-cu sinifdə başlayırdım qurmağa. 9-cu sinifdə qurduğum xəyal, mən iş adamıyam, bir Amerikadan maşından düşüb plazaya gedirəm, iş aparmaq. Manifest bu idi.
11-ci sinifdə mənə dedilər ki, yəni daydan yoxsa bu olmayacaq, sən neft sektoruna get. 11-ci sinifdə neft sektoru üzrə mühəndis 1-ci qrup üzrə hazırlaşdım, girdim. Yəni plaza əvəzinə özümü quyunun başında tapdım axırda, yəni və gördüm ki, həyat budur. Amma sonra nə oldu? Oradan aldığım pulla artıq həyata bir status qazana bildim, yəni belə deyək. Ona görə də o fədakarlıq olmalıdır, yəni belə deyək. Və təbii ki, bəzən çox az hallar olur ki, sivil insanlara hərdən qibtə eləyirəm. Çıxır çölə, gəlir bir plazada işləyir, normal, sosial həyat və mən isə quyunun başında xozularla, vəhşilərlə bir yerdə işləyirəm. Yəni, biz qız görəndə, qız deyirik. Amma budur da, yəni nə deyim. Olmuşsuz tam olaraq, yoxsa yenə müəyyən? Artıq o prosesdən zövq alıram, uzun illərdir artıq, yəni. Neçə? 2008-2025, 17 ildir artıq. Tam adaptasiya olmaq üçün müddət aldı. Yox, mən də axı belə deyək, birinci Azərbaycanda işləyirdim. Təzəcə elə Azərbaycana adaptasiya olurdum ki, Xəzər dənizə mənə başladılar o biri ölkələrə göndərməyə. Elə baş qarışdı, 5 il elə keçdi. Sonra gəldim Ərəb Əmirliklərinə. Belə 6 ay sonra başladım adaptasiya olmağa. 3 il sonra şirkəti dəyişdim. Təzədən bir də sonra 3 il sonra bir dənə də şirkət dəyişdim. Ona görə heç vaxt məndə əslində adaptasiya həyat qoymur adaptasiya olmağa. Normalda 6 ay müddətində adaptasiya olunur. Bəli. Buradan çox gözəl bir şey deyəcəm. İstənilən bir şirkətə gələndə ilk günlər çox çətin olacaq. İlk günlər, ilk həftələr, ilk aylar qətiyyən qərar verməyin. Mən burada qalmaq istəyirəm, getmək istəyirəm. Özünüzə 6 ay vaxt ayırın. Tanıyın sadəcə. Özünüzə bir deadline verin. 6 ayın sonunda hələ də özünüzü buralı hiss eləmirsinizsə, tamam, onda bir düşünmək lazımdır ki, next nədir? Amma əminliklə deyirəm, istənilən çətin peşə, çətin iş 6 aya o işlərə öyrəşəcəksiniz. Yəni biz 10 il ərzində hər gün mən burada nə işim var deyən bir insan 10 il orada qalırsa. Bu artıq o insanın şəxsiyyətindəki zəiflikdir, yəni. Çünki orada bir çox səbəblər var. Kreditlər, ailə xərcləri, düzdür? Ondan sonra qorxuram birdən mən bu işi açsam başqa istədiyim işi tapa bilmərəm. Bu yoxsa bəs onda nə? Müəyyənsizlik. Bir çox faktorlar var, düzdürmü? Bir faktor var, risk etməmək. Bəli, risk etməmək. Heç vaxt risk etməmişəm, heç vaxt. Yəni ən nə bilirəm. Məsələn, yüksəklikdən qorxuram, heç vaxt risk edib yüksəkdən bir kinklə falan bilmirəm. Heç vaxt risk etməmişəm. Sizə bungee jump elətdirmək lazımdır. Bilirsiniz nədir bungee jump? Ayağına sap bağlayırlar və sən göydən hoppanırsan özün. Tamam, onu elətdirmək lazımdır sizə. Yəni bu səbəbdən həmişə deyirəm ki, birdən yəni çıxdım işdən, neyniyərəm? Mən bir gün belə işsiz qalsam... Ona görə də fərqində olmaq, bu barədə də neynəmək lazımdır? Əminsiniz də, mən artıq bu işdə istəmirəm. Düzdür, siz işə gəlirsiniz, işdə full motivasiya, full məsuliyyət, işinizi görürsünüz. İşdən qaydanda evə, sanki mən işsizmişəm, ay Allah acımdan öyle, mən indi iş tapmalıyam tərzində o arzuladığınız işi axtarırsınız. Tamam. Arzuladığınız işi sizi müsahibəyə çağırdığı gün buradakı işlə müdirə deyirsiniz ki, mən özümü bugün pis hiss eləyirəm. Tamam mı? Gedirsiniz o müsahibəyə. O müsahibədən keçirsiniz. O şirkətdə deyirlər ki, siz bizə nə vaxt qoşulacaqsınız? Deyirsiniz ki, mən hazırda filan işdə işləyirəm. Mənə işdən çıxmaq üçün bir ay müddət lazımdır. Bunu bilir, yəni hər bir şirkət normal, professional elə qarşılayır. Çünki əmək məcəlləsinə görə sən işdən bir gün içində çıxa bilmərsən. Çıxandan sonra belə bir ay işləməlisən. Düzdürmü? Və orada müqaviləni imzalayandan sonra, artıq mənim yolum bu deyəndən sonra gəlib buradakı işdə deyirsiniz ki, mən qərar vermişəm, ayrılmaq qərarı və bir ay ərzində öz işimi yeni gətirəcək namizədə öyrədib, təhvil verib çıxmaq istəyirəm icazənizlə. Həmin anda siz çevrilib şirkətin ən dəyərli işçisi olursunuz. Həmin anda menecer başlayır sənə deməyə ki, mən sənə bu maaşı verməyə hazırlaşırdım, sən bizim gözümüz bəbəyimsin. Ya bunu deyir, yəni ki, getmə, ya da başlayır mənəvi o türklər ona nə deyirlər? Duyğu sömürüsü. Sən heç kim idin, biz səni burada adam elədik, sən tələbə idin, heç də bilmirdin, biz sənə çörək verdik. Bütün bunlara fikir verməyib, o şirkətdən ayrılıb bu şirkətə keçiririk. Bu ən sağlam o sözlərin qarşılığında fikirləşirsiniz. Bu dediklərin heç biri də yəni bizə aid deyil, yəni həm dövlət işimizdə, həm də yəni maaşların artmaq istəyir. Problem nədir? Digər bir yerdən misal üçün deyirlər ki, gəlmişsə işləyə bilərsən də, əmək haqqı. Yəni bu
zamanənin başlayırsın deməli, baxıram əmək haqqına, oradan həm 100 manat belə fərq edir, deyirəm ki, əşi 100 manat tapılır, dözərəm. Gəlim qayıdıram. Siz fərqindəsiniz və bu dəyişimi eləmək istəmirsiniz. Mən buna nə deyə bilərəm ki, yəni? Düzdürmü? Bəzən, necəsiniz? Xoş gəldiniz. Bəzən nə olur ki, yəni, baxın, siz bilirsiniz ki, bu işdə mən son 1 ili işləsəm, hər ay 1800 manat maaş alacam. Okay? Bu şirkət isə deyir ki, mən hələ sənə 800 verirəm, amma 6 ay sonra qalxıb 1500 olacaq. Növbəti 1 il sonra qalxıb 2000 olacaq. İndi sizcə, kimisi deyir ki, yox, mən stabil 1800 davam edəsin deyib bu işdə qalır. Kimisi o fədakarlığı eləyir ki, mən 1 il 800 manat işləyəcəm, amma ondan sonra 2000-2500 manat pul qazanacam. Niyə? Orada işimi biləndən sonra. Bu bir seçim məsələsidir. Bəli, həyat risklərdən ibarətdir. Sizcə mən oturub tanımadığım bir ərəb ölkəsinə təyyarədə oturmuşam, gedirəm, bax, qardaşlar, Küveytə və ya Abu-Dabiyə. Mən bilirdim orada mənə gözləyir. Heç bir məlumatım yoxdur. Bir dənə düşünün. Yox. Yəni, bütün ehtimallar gözləmişdir. Yox, o 20-li yaşlı verdiyi cəsarətdir, cahil cəsarətdir o. Ona cahil cəsarət deyirlər. Məncə mən ömür boyu belə olacaq. 30'lu yaşlarda sənin övladın artıq instituta girmə yaşında, sən o riskləri eləyə bilmirsən. Eyni bu dəqiqə şanslar indi də mənə gəlir. Amma mən o qədər o vaxtı oplanmağa hazır idim macəralara, düzdürmü? Və gedirəm ucu Abu-Dabiyə. Məni nə gözləyir bilmirəm. Çünki heç sadəcə kağızdır. Kağızda imza atmısan. Başqa hər şeyi orada üzləşirsən, qarşılaşırsan. Və şirkətin mənə müvəqqəti təyin elədiyi bir staff house deyirlər. Girdim içəri, bir Macaristanlı iş yoldaşım idi. Dedim ki, bura necədir? Deyir, welcome to the hell. Cəhənnəmə xoş gəlmişsən. Bitti. Sonra səhərsi gün workshop'a getdim, cəhənnəmi gördüm yəni. Düzdürmü? Burada profesional bir ortam idi. BP-lə işləyirdik, hər şey profesional, hər şey prosedurlar. Orada inşallah, maşallah, ya Allah getdim. Yəni, və sən ona adaptasiya olmalısan, yəni, edəcək bir şey yoxdur yəni. Mən də belə qalıb ki, siz necə sağsınız hələ də, bunu belə eləmə, altında qalacaqsan, sən çox danışsın, sus, qoy işimizi görək. Və salam, elə öyrəşirsən yəni.